Salam əziz uşaqlar. Bugün mən sizə düzbucaqlı üçbucaqla bağlı olan bir maraqlı məsələni izah edəcəm. Elə isə gəlin başlayaq. Deməli, bir dənə burada düzbucaqlı üçbucaq verilib və bu düzbucaqlı üçbucaq üzərində 3 kvadrat qurulub. 1, 2 və 3-cü kvadrat. Və bizdən rənglənmiş hissənin sahəsini istəyir. Biz 2 dənə düsturu xatırlayaq. Deməli, düzbucaqlı üçbucaq üçün c kvadrat bərabərdir a kvadrat üstəgələk b kvadrat Pifaqor teoremi vardır. Burada c hipotenuz, a və b isə katetlərdir. Sahə düsturu isə kvadrat üçün s bərabərdir a kvadratdır. Və biz bu düsturlardan istifadə edək. Əvvəlcə düzbucaqlı üçbucaqda hipotenuzu və katetləri qeyd edək, göstərək. Daha sonra isə verilənləri yerinə qoyub həll edək. Birinci kvadratın sahəsini 60 kvadrat santimetr verib və aparıb sahənin yerinə 60 qoysaq, taparıq ki, a kvadratı 60-a bərabərdir. Və tələsib a-nı a kvadratı a etməyə çalışmayaq, yəni a-nı tapmayaq. Çünki biz burada a kvadratını aparıb Pifaqor teoremində birbaşa yerinə yazacağıq. Digər kvadrat üçün isə əslində, deməli, biz burada a kvadratı sahəni yazmayaq, c yazaq. Niyə görə c yazaq? Çünki bizdə hipotenuzu əgər c qeyd etmişiksə, onda kvadratın digər tərəfləri də, 4 tərəfi də c olacaq. Ona görə də c yazmağımız daha məqsədə uyğundur. İkinci balaca kvadrat üçün isə, bunu isə seçdirək, c kvadratının qiymətini. C bərabərdir, s bərabərdir. Tərəfimiz b olduğuna görə b kvadrat. Buradan isə sahəmiz 10 olduğuna görə 10 bərabərdir b kvadrata, yəni b kvadratının qiymətini 10 almış olduq. Verilənlərin hər birini Pifaqor teoremində yerinə yazsaq, hipotenuzumuz 60 bərabərdir. 3-cü kvadratın tərəfi yoxdur, üstəgələk b kvadratı isə 10-dur. Buradan a kvadratını taparıq ki, 60 çıxılsın 10. O da bərabərdir 50 kvadrat santimetrə. Yenə bunu biz a etməyə çalışmırıq. Çünki bizdən 3-cü kvadratın sahəsini istəyir. O isə yenə də s bərabərdir. Tərəfimiz a olduğuna görə a kvadratdır. Və yenə də biz burada a kvadratını 50 tapmışıq. Aparıb yerinə yazsaq, s bərabərdir 50 kvadrat santimetr almış olarıq. Deməli, 3-cü sahənin də qiyməti 50 kvadrat santimetrdir. Bugünlük bu qədər. Növbəti dərs izahlarında görüşənə qədər hələlik.